Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil fərəcəhum. Müsəlman ölkələrinin nefti, qazı, qızıl mədənləri və sərvəti olduğu halda niyə fəqir və zillət içində yaşayırlar? Belə olmağının səbəbi həqiqi təvhid prinsipindən və həqiqi İslam məarifindən uzaq düşmələrinə görədir. Müsəlman ölkələrinin çoxusu dünya quldurlarının müqabilində Qur'anın bu ayəsinə əməl etmirlər. Bismillahirrahmanirrahim. Və əiddu ləhum məstətə'tum min quvvəh. Bacardığınız qədər düşmən müqabilində qüvvət hazırlayın. Müsəlman ölkələrinin çoxusu bu ayəyə əməl etmirlər. Heç Amerika və İsrail kimi quldurları özləri üçün qüdrət bilirlər. Qüdrətin olmamağı nefti, qazı, qızıl mədənləri, sərvəti olan bir ölkə üçün təhdiddir. Çünki dünyada Amerika, İsrail və İngilis kimi quldurlar var. Bunlar gelirlər ölkələrə, o ölkənin neftini, qazını, qızıl mədənlərini, sərvətini ələ keçirdirlər və o xalqı zəlil edirlər, özlərindən asılı edirlər. Allah Quran-ı Kərimdə buyurur: Bismillahirrahmanirrahim. Velillahil izzətu və lirrəsulihi və lilmüminin. İzzət Allaha, Peyğəmbərə və möminlərə məxsusdur. Bəs nə üçün dünyada müsəlman cəmiyyətlərinin çoxusu zillət içində yaşayırlar? Bunun səbəbi dediyimiz kimi həqiqi təvhid prinsipindən və İslamın həqiqi məarifindən uzaq düşdüklərinə görədir. Səhərdən axşamacan təvhid deməkdən deyil, təvhid deyib digərlərini müşrik bilməkdən deyil. Həqiqi təvhid prinsipindən yaşayanlar Allahdan başqa heç kimi qüdrət bilməzlər. Bugün Amerika və İsrail kimi quldur ölkələrlə mübarizə aparan izzətli İran xalqı bütün müsəlmanlara və haqq ədalət sevərlərə həqiqi İslam prinsipindən yaşamağı çox gözəl başa salır. Həm düşmənlər müqabilində Allahın buyurduğu o qüdrəti toplayıblar, hazırlayıblar, həm də Allahdan başqa heç bir kəsi qüdrət bilmirlər. İran xalqının izzətli olmağının səbəbi budur. Allahdan başqa heç bir kəsi qüdrət bilmir və Allahın qüdrətinə sığınırlar. Müsəlman ölkələrinin İmam Hüseyn əleyhissalamın məktəbindən dərs almağa ehtiyacları var. İmam Hüseyn əleyhissalamın məktəbindən dərs alanlar tikə-tikə doğransalar belə zillətə boyun əymazlar. Tikə-tikə doğranmağı izzət bilirlər. Həqiqi təvhid prinsipindən yaşayanlar heyhat minnə zillə, zillət bizdən uzaqdır deyirlər və əməli şəkildə də həyata keçirdirlər. Misli la yubayi'u misləh, mənim kimisi Yezid kimisinə beyyət etməz deyib əməli şəkildə də həyata keçirdirlər. İmam Hüseyn əleyhissalamın Kərbəlada səsləndirdiyi bu şüarlar ki, bugün də İmam Hüseyn əleyhissalamın məktəbindən dərs alanlar səsləndirirlər, həqiqi İslam məarifindən və təvhid prinsipindən qaynaqlanan məarifdir. Mömin zillət içində yaşaya bilməz. İmam Hüseyn əleyhissalam buyurur: zillətlə yaşamaqdansa izzətlə ölməyi seçirəm. Mən yalnız ölümü izzət bilirəm, zalimlarla yaşamağı isə zillət bilirəm, bədbəxtçilik bilirəm. İmam Xomeyni rəhmətullah və şəhid rəhbərimiz İran xalqını həqiqi təvhid prinsipi ilə tərbiyə etdilər. Bugün bütün dünya bu izzətli və şərəfli xalqın meydanlarda olan qəhrəmanlıqlarını müşahidə edirlər. Baxmayaraq ki, əziz rəhbərimiz şəhid edildi və yüksək rütbəli hərbiçilər şəhid edildi. Həqiqi təvhid prinsipi ilə tərbiyə olunmuş bu xalq dərhal meydanları doldurdular və düşmənə möhkəm bir zərbə vurdular. Bir aydan çoxdur ki, meydanları da doldururlar. İlahi rəhbərlərin, ilahi hakimiyyətin yetişdirdiyi cəmiyyətlə tağut hakimiyyətin bayrağı altında əzilmiş, alçaldılmış, zillətə salınmış və təhqir olunmuş cəmiyyətlə fərqi bundadır. Zamanənin tanınmış mərci təqlidi, filosof və təfsir alimi olan Cavadiyə Amili söhbətində buyurdu: bu xalq nə qədər əzəmətlidir. Mən hər gecə meydanlara çıxan bu insanları görəndə özümü onların əzəməti yanında çox kiçik görürəm. Hər gecə küçələrə çıxan bu xalq Allahın yer üzündə mələkləridir. Ağa ardınca buyurur: İbrahim əleyhissalamın qaldırdığı haqq bayrağı bugün siz İran xalqı qaldırmısınız. İnşallah tezliklə bu izzətli, şərəfli və əzəmətli xalqın bu işi bütün haqq, ədalət sevərlərin Amerika və İsrail kimi quldurlardan nicat tapmağına səbəb olar. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.